ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا ومن يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله وصلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Əziz və mühtərəm müsəlman qardaşlar, ən birinci özümü, sonra isə sizləri təqvalı olub Allahdan qorxmağa çağırıram. Və sonra məni sizinlə görüşdürən Allaha çoxlu həmd olsun ki, bu gözəl, şərəfli bir məclisdə iştirak eləməyi bizlərə nəsib etmişdir. Hansı ki, sizin kimi gözəl simaları görməyi Allah Taala bizlər üçün asanlaşdırdı və bizlərə nəsib elədi və doğrudan da çox fəxr edilməli bir məsələdir. Və həmçinin şükürlər olsun Allaha ki, bizləri öz dinində birləşdirmişdir. Və həqiqətən də Allahın bizim üzərimizdə olan ən böyük neməti o da İslam dinidir. Necə ki, Rasul sallallahu aleyhi və səlləm daima bu barədə öz Rəbbinə həmd edərək deyərdi ki, Elhamdülillahilləzi mənnə aleyyə və hədəni bil-İslam. Və Allaha həmd olsun ki, mənə nemətlər vermiş və sonunda İslamla hidayət etmişdir. Və doğrudan da daima müsəlmana borcdur ki, neynəsin? Bu nemətə görə Allaha şükür etsin. Və sonra bu İslam nemətinin içində də çoxlu nemətlər vardır ki, hansı ki, əgər onları tək-tək zikr eləsək, buna nə bir məclis, nə iki, hətta onlarla belə məclis bəs eləməz, ümumiyyətlə sahib qutarmaq mümkün deyildir ki, İslamın daxilində biz hansı nemətlərlə nemətlənmişik. Hansı ki, bu din bizim malımızın, canımızın, namusumuzun və s. qorunması mühüm olan şeyləri bizim üçün qorumuşdur. Və yaxud onu qorumağa bizləri sövq edib bizə bunu əmr etmişdir. Və həmçinin şükürlər olsun Allaha ki, Allah Taala siz qardaşlara gözəl bir bölgədə yaşamağı nəsib etmişdir. Hansı ki, Allah Taala burada sizə məscidlər, həmçinin yaxşı ağsaqqallar nəsib eləmişdir. Hansı ki, onlardan biri bizim məclisimizdə oturub Balasan müəllim və onun yanında ümumiyyətlə danışmağı mən etməsləhət görməzdim, ancaq ki, vəziyyət gətirib elə çıxardır ki, danışmaq məcburiyyətində qalırıq. Balasan müəllim nəinki bizim müəllimimiz, hətta bizim müəllimlərimizin müəllimi olub vaxtı ilə və indi də bizim böyüklərimizdən və ağsaqqallarımızdandır və sizə Allahın bu nemətini də xatırladıram ki, çünki hər nemətin qədrini bilmək lazımdır və onu xatırlamaq da nemətə olan şükürdəndir. Və bugünkü görüşümüzdə, məclisimizdə elə bir mövsümə düşür ki, Allahın qədəri ilə o da Allah dərgahında ən xeyirli ay olan Ramazan ayı astanasında olmağımızdır. Və çünki Ramazan elə bir mövsümdür ki, Ramazan müsəlman üçün qənimətdir, müsəlman üçün fürsətdir. Və Ramazanla əlaqəli bir çox məsələlər var. Ramazanın fəzilətləri, Ramazanla əlaqəli əhkamlar və s. Bizim bu dərsin əvvəlində niyyətimiz bu barədə danışmaq deyil. Bizim toxunmaq istədiyimiz məsələ odur ki, Ramazanın girişi ilə bağlı görürsən ki, insanlar ixtilafa düşürlər və bu da ta ki, səhabə dövründən bugünə qədər davam etməkdədir. Amma səhabə dövrü ilə bugünkü dövrdə olan fərq odur ki, səhabələr neynirlər? Hər hansı bir məsələdə anlaşılmamazlıq olan kimi dərhal onu Quran və sünnəyə qaytarırdılar və o anda neynirdi? Məsələ həll olub bitirdi. Ancaq bugünkü müsəlmanlar arasında çox əfsuslar olsun ki, hər hansı bir anlaşılmamazlıq olduğu zaman və yaxud ixtilaf düşdüyü zaman neynirlər? İnsanlar onu rəylərə və naqis olan insanlara yönəldirlər, qaytarırlar. Hansı ki, Quran və sünnəni başda tutmaq əsasdır. Və ona görə də ixtilaf daima uzanır və böyüyür. Və elm əhlinin də üzərinə düşən odur ki, bunu daima bəyan etsinlər ki, müsəlmanlar neynəsin? Həmin o səhabə mənhəcini daşıyaraq, hər hansı bir şeydə ixtilaf düşdükdə, dərhal onu neynəsinlər? Qurana və sünnəyə qaytarsınlar. Və bu günləri inşallah niyyətimdə odur ki, sizin üçün çox maraqlı bir kitabdan və çox önəmli bir məsələni oxuyaq və tərcümə edək və çünki bu məsələ ilə əlaqəlidir. O da nədir? Təfriqəçilik məsələsini yox eləmək və bunun həlli. Və bu barədə inşallah ki, bu müraciət edəcəyik. Öz əslinin mücəddidi olan, yəni dini təzələyicisi olan Muhammed ibn Abdülvahabın bir risaləsi. Risalənin adı Əl-Usulü Sittə adlanır. 6 usul, yəni 6 əsası məsələ. Və müəllif indi inşallah tanış olarında görəcək ki,
bu 6 əsas elə bir məsələlərə toxunur ki, doğrudan da onların hər hansı birini tərk etsək, dinimizdə çox böyük bir bəlaya düşmüş olaraq. Dinimizdə çox böyük bir bəlaya düşmüş olaraq. Baxmayaraq ki, bəzi müsəlmanlar bu məsələlərə laqeyd yanaşırlar. Və o 6 məsələni inşallah görək ki, 6 məsələ hansıdır və sonra mövzumuzla əlaqəli dərsimizi davam edərik. Müəllif kitabında 1-ci bab belə ayırır. Əl-İxlas və bəyanu diddihi və huvə şirk. Birinci odur ki, ixlas və onun ziddi olan şirk. Əl-İxlas və onun ziddi olan şirk. Və sonra ikinci olaraq buyurur ki, Əl-İctima'u fid-dini və nəhyü anit-təfarruqu fihi. Dedir ki, dində birləşmək və onun içində təfriqəçilik salmaqdan qaçınmaq. Hansı ki, bugünkü mövzumuz inşallah bu olacaqdır. Və baxın bu mövzunun mühümliyinə ki, təvhiddən sonra dərhal onu zikr etdi. Baxın bu məsələnin mühümliyinə ki, müəllif neynədir? Təvhiddən sonra dərhal onu zikr etdi. Ümumiyyətlə, Muhammed bin Abdülvahab ən böyük təvhid alimlərindən olmasına baxmayaraq, təvhidi elə bir qismlərə, təvhidi və əqidəni elə bir şəkildə izah edir ki, qısa sözlərlə, qısa başlıqlar verməklə, məsələ onun təvhid barədə olan elminin dərinliyi də həmin o verdiyi başlıqlardan əsas irəli çıxan amillərdəndir. Və məhz bu kitabında da eləcə. Sonra üçüncü olaraq buyurur ki, Əs-səm'u və ta'atu li vulatil əmr. Və deyir ki, ixtiyar sahiblərinə, hökm sahiblərinə, yəni rəhbərlərə eşitmək və itayət etmək. Bu da göstərir ki, məsələnin mühümlüyün. Və həmçin dördüncü olaraq buyurur ki, Bəyanul ilmi vəl-uləmə vəl-fiqhu vəl-fuqaha və mən təşəbbəhə bihim və leysə minhum. Və deyir ki, elmin və alimlərin bəyanı, fiqhin və fəqihlərin bəyanı və o kəslər ki, özlərin onlara oxşadırlar, halbuki onlardan deyirlər və bunun bəyanı. Və bu da doğrudan da çox mühüm məsələlərdəndir. Beşincisi buyurur ki, Bəyanu mənhum əvliyaullah. Və deyir ki, Allahın dostlarının bəyanı. Yəni, kimlərdir ki, Allahın dostları? Və sonuncu, altıncı olaraq buyurur ki, Raddu şübhəti əlləti vədəəhə əş-şeytanu fi tərkil Qur'ani və sünnə. Və buyurur ki, altıncı olaraq, şübhələrin rəddi, o şübhələr ki, onları şeytan qoymuşdur, Quran və sünnənin tərki olaraq və yaxud Quran və sünnəni tərk etmək üçün. Demək, necə ki, dedik ki, bu günləri biz danışacağıq ikinci məsələ barədə ki, hansı ki, müəllif bunu ayırmışdır, o da nədir? İslamda təfriqəçilikdən çəkinmək. Çünki, qardaşlar, niyə görə bunu seçdik? Əvvəldə dediyimiz kimi, çünki Ramazan ayının girişi barədə daima ixtilaflar düşür. Hətta bizim ölkəmizdə əsas düşən ixtilaflar bu məsələni düzgün anlamamaqdır ki, bəzi qardaşlar bu məsələni düzgün anlamadılar və eləcə elm əhlinə qarşı çıxdılar və onlara qarşı dil uzatdılar, tənələr etdilər və ayrıldılar və o gün bu gündə nədir? Bu ayrılıq davam etməkdədir. Bu da göstərir nə? İnsanların cahilliyi və bunu elmə və elm əhlinə qaytarmamaq, hansı ki, elm əhli də neynəyir? Onu Quran və sünnəyə qaytarır. Baxmayaraq biz deyirik ki, hər şeyi Quran və sünnəyə qaytarmaq lazımdır və ancaq biz onu çoxumuz bacarmırıq. Çünki nədən dolayı? Çünki hər şeyi Quran və sünnəyə qaytarmaq üçün dəlilləri toplamaq lazımdır, onları cəm eləmək lazımdır, onlardan gözəl bir şəkildə istinbat eləmək, yəni nəticə çıxartmaq lazımdır. O da hər adamın işi üçün deyil, onu yalnız elm əhli bacarır. Bu Allah tərəfindən onlara verilən bir hikmətdir. Və ona görə, yəni tək Quran və sünnəyə qaytarmaq dedikdə kifayətlənmək lazım deyil, əslində bunu qaytarmaq lazımdır o kəslərə ki, onlar onu qaytarırlar nəyə? Qurana və sünnəyə. Demək, müəllif bu başlıq altında belə buyurur. Yəni, Muhammed ibn Abdülvahab, rahiməhullah, əmərəllahu bil-ictima'i fid-dini və nəhə anit-təfarruqi fihi. Və deyir ki, Allah Teala dində bir olmağı əmr etmişdir və deyir ki, dində təfriqəçilik salmaqdan qadağan etmişdir. Fəbəyyənəllahu hədə bəyanən şəfiyən təfhəmuhul avam. Və deyir ki, Allah Teala bunu elə bir şəkildə açıqlayıb bəyan etmişdir ki, hətta avamlar belə bunu anlayıb, başa düşürlər. وَنَهَانَ أَنْ نَكُونَ كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا قَبْلُنَا فَهَلَكُوا. Və deyir ki, Allah Teala bizləri bizdən əvvəlkilər kimi təfriqəçilik salıb həlakə uğramaqdan da çəkindirmişdir. وَذَكَرَ أَنَّهُ أَمَرَ الْمُسْلِمِينَ بِالْاِجْتِمَاعِ فِي الدِّينِ وَنَهَاهُمْ عَنِ التَّفَرُّقِ فِيهِ. Və beləcə də deyir, Allah Teala müsəlmanlara dində bir olmağı və təfriqəçilik etməkdən çəkinməyi əmr etmişdir.
وَيَزِيدُهُ وُضُوحًا مَا وَرَدَتْ بِهِ السُنَّةُ مِنَ الْعَجَبِ الْعُجَابِ فِي ذَلِكِ Və deyir ki, necə ki, Quran-ı Kərim bunu izah etmişdir, eləcə də Rasul sallallahu aleyhi və səlləmin sünnəsi də bunu açıq-aşkar açıqlayıb, bizlərə izah etməkdədir. Yəni, Quranda varid olmuşdur və sünnət də bunu neyiniyir? Daha da açıqlayıb, daha da asanlaşdırır ki, başa düşülsün və deyir ki, bu deyir, sünnədə deyir, əcəbul ucəb, yəni o qədər gözəl bir şəkildə açıqlanmışdır ki, hətta təəccüb doğurur. Və sonra buyurur ki, ثُمَّ صَارَ الْأَمْرُ إِلَى أَنَّ الْإِفْتِرَاقَ فِي أُصُولِ الدِّينِ وَفُرُوعِهِ هُوَ الْعِلْمُ وَالْفِقْهُ فِي الدِّينِ Və sonra deyir ki, məsələ o yerə gəlib çıxmışdır ki, dinin əsaslarında və onun qollarında ixtilaflara düşmək elm və fiqh olmuşdur. Yəni, artıq sonradan devirlər keçdikdən sonra o yerə gəlib çatmışdır ki, təfriqəçilik nə olmuşdur? Təfriqəçilik artıq müsəlmanlar arasında elm, fiqh olaraq adlandırılmışdır. Və sonra buyurur ki, وَصَارَ الْاِجْتِمَاعُ فِي الدِّينِ لَا يَقُولُهُ إِلَّا زِنْدِيقٌ أَوْ مَجْنُونَ Və deyir ki, sonra deyir, vəziyyət o yerə gəldi, çıxdı ki, artıq o qədər şiddətləndi ki, birlikdən, müsəlmanları bir yerə toplamaqdan, cəmaat olmaqdan danışmaq deyir, nə oldu? Artıq belə danışanlara dedilər, ya dəlidir, ya da ki, zındıqdır. Yəni, görün, vəziyyət nə qədər gəlib, pisləşmişdir. Məhz bundan dolayıdır ki, müəllif nədir? Bu kitabında, öz tərtibatında ikinci olaraq bu məsələni zikr etdi ki, təvhiddən sonra. Baxmayaraq, müsəlmanlar təvhid əhlidir, özlərinin təvhidə nisbət edirlər, amma nədir? Təvhidi kamilləşdirən də şeylər var ki, onlar da nədir? Əxlaqdır, əhkam məsələləridir və belə şeylərdir və s. Nədir? Təvhidi gözəl bir şəkildə yaşamaq. İnsan görürsən ki, tək təvhid əhli olmaqla nə olur? İnsanın həyatı tamamlanmır. Və buna görə başqa məsələlər də var ki, o zaman ki, Uca Allah öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm səbəbi ilə Məkkədə insanları təvhidə, əqidəyə, imanı məsələlərə çağırdıqdan sonra artıq Mədinəyə hicrət edəndən sonra nədir? Başqa məsələlərlə də öz dinin kamilləşdirdi ki, o təvhidlə Allaha kamil olaraq ibadət olunsun. Və eləcə o alimlər ki, deyirlər ki, Quran-ı Kərimdə elə bir ayə yoxdur ki, təvhiddən danışmış olmasın. Məhz əhkam ayələrində deyirlər ki, o da o deməkdir ki, yəni Allaha təvhidlə kamil, gözəl bir şəkildə ibadət olunsun. Əgər biz əhkam məsələlərində tərk olunsaq və yaxud bu kimi ictimai məsələlərdə tərk olunsaq, neynəyərik? Baxmayaraq da Allahın təkliyinə iman gətirmişik, ancaq ona layiqli bir şəkildə ibadət edə bilmərik. Necə ki, bu günləri onun şahidi ki, məhz Ramazan məsələlərində hətta müsəlmanlar bir-birinə bəddua eləyir, bir-birinin təhqiramiz sözlərlə, bir-birinin cürbəcür böhtanlarla, ittihamlarla suçlayırlar. Nədən dolayı? Çünki cahillikdən dolayı. Və beləcə də nə olur? Allaha təvhidlə layiqincə ibadət etmiş olmuruq. Və ona görə mühümdür ki, müsəlman belə məsələləri öyrənsin və öz həyatında tətbiq etsin ki, öz Rəbbinə təvhidlə gözəl bir şəkildə ibadət etmiş olsun. Məyər qardaşlar, heç eyni ola bilərmi? Bir məscid, bir imam, bir vaxtda müsəlmanlar yığılsın, namaz qılsınlar, dua eləsinlər, bayram xütbəsi olsun və yaxud da bir gün bu məsciddə, sərsi gün digər məsciddə və o kəsin namazına dil uzadır, bu o kəsin namazına dil uzadır. Məyər bunlar ikisi də eynidirmi? Baxmayaraq hər iki tərəf özlərinin təvhidə, İslama nisbət etməkdədir. Bəs bundan dolayıdır ki, alimlər bu məsələlər barədə çox əziyyət çəkmişlər və ümməti bu barədə faydalar vermişlər ki, Allaha təvhidlə layiqli, gözəl bir şəkildə, təmiz bir şəkildə ibadət, elm olunmuş olsun. Və məhz bu kitabı da qardaşlar, əsrimizin böyük alim, iki alimi tərəfindən şərh olunmuşdur və bacardıqca əgər vaxtımız qalarsa, hər iki alimin bu kitaba olan şərhin, bu məsələyə olan şərhin sizin nəzərinizə çatdıram. Onlardan biri Muhammed Salih Əl-Useymin rahiməhullahdır, hansı ki İbn Useymin kimi tanıdığınız, Allah ona rəhmət eləsin. İkincisi isə Salih ibn Fovzan Əl-Fovzandır, hafizəhullah, o da hamınızın tanıdığı əsrin böyük alimlərindəndir. Və o alimlərin də şəni barədə ehtiyac görmürəm ki, çox danışaq və çünki hamınız o barədə bilirsiniz, onların fətvaları, kitabları bizim dilimizə tərcümə olunub və onların kim olduğunu Allaha şükürlər olsun ki, hər kəs biləcəkdir. Və o ki, qaldı ki, onların elmdə olan fiqhinə, onların məsələləri açıqlayıb gözəl şəkildə izah etməsinə, buna da inşallah dərsimiz əsnasında tanış olacaq.
Birincisi, İbn-i Teymin Rahiməhullahın şərhin oxuyacağıq. Müəllifin az öncə oxuduğum mətni barədə, qısa mətni barədə. Və birinci müəllifin o sözlərini oxuduq ki, nədir? Əmərallahu bil-ictimai fid-dini və nəhə anit-təfarruqi fihi. Və deyir ki, birinci müəllifin sözlərinə gəldikdə Allah Teala bizlərə dində bir olmağı və orada ixtilaf etməkdən çəkindirmişdir. Şeyx İbn-i Teymi Rahiməhullah bu barədə belə buyurur. Əl-aslu thani minəl-usuli əlləti saqaha əş-şeyx Rahiməhullahu Teala əl-ictima'u fid-din və nəhyü anit-təfarruqi fihi. وهذا الأصل العظيم قد دل عليه كتاب الله تعالى وسنة رسوله صلى الله عليه وسلم وعمل الصحابة والسلف الصالح رحمهم الله تعالى. Buyurur ki deyir İbn-i Teymin, deyir ki müəllif, yəni Muhammed İbn Abdülvahab öz kitabında ikinci əsas olaraq dində bir olmağı və orada təfriqəçilik etməkdən çəkinmək məsələsinə toxunmuşdur. Və deyir, bu məsələyə açıq-aşkar həm Allahın kitabı, həm onun Rasulü Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi və həmçinin də sahabələrin etdiyi hərəkətləri, əməlləri nədir? Bu məsələni bizə açıqlayır. Əmmə kitabullahi Teala fəqad qalə Allah və deyir ki, Allahın kitabından bu məsələyə açıqlamağa gəldikdə isə uca Allah belə buyurur. Ya eyyuhəl-ləzīnə əmənuttəqullaha haqqa tuqatihi və lə təmutunnə illə və əntum muslimun. Uca Allah buyurur ki, ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun və yalnız müsəlman olduğunuz halda ölün. Sonra uca Allah bu ayənin davamında belə buyurur. وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın ipindən hamılıqla yapışın, Allahın ipindən hamılıqla yapışın və təfriqəçiliyi salmayın və parçalanmayın. Baxın, burada Allah Teala bir şeyi əmr edir, digər bir şeydən isə onun ziddindən çəkindirir. Birincisi əmr edir ki, Allahın ipindən hamılıqla yapışın. Yəni, Allahın ipi deyildikdə də alimlər bəzilər deyir, bu Allahın dinidir, bəzilər deyir, Muhammed sallallahu aleyhi ve sellemin sünnəsidir, bəzilər deyir, Qurandır və s. Baxmayaraq, hamısı yenə eyni mənaya gəlir. Ümumiyyətlə, Allahın dini və onun içində olan hər bir şey. Və müsəlmanlara bu dindən hamılıqla yapışmağa əmr edir və onun əksi olan isə nədir? Parçalanmaq, bundan isə çəkindirir. Sonra uca Allah ayənin davamında buyurur ki, وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ اَعْدَاءَ فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَسْبَحْتُمْ بِنِعْمَتِهِ اِخْوَانًا. Sonra uca Allah buyurur ki, Allahın o neymətini xatırlayın ki, bir zaman siz bir-birinizə düşmən olduğunuz halda o sizi birləşdirdi. Və deyir ki, bunun sayəsində qardaş oldunuz. وَكُنْتُمْ عَلَى شَفَى حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا. Və deyir, hansı ki, deyir, siz bir uçurumun kənarında ikən o sizi o uçurumdan qurtardı. Oddan olan bir uçurumun ətrafında ikən o sizi o oddan qurtardı. كَذَلِكَ يُبَيِّنُ اللّٰهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَحْتَدُونَ. Və deyir ki, Allah Teala beləcə öz ayətlərini sizə açıqlayır, bəyan edir ki, bəlkə doğru yolda olasınız. Növbəti bir ayədə uca Allah belə buyurur. وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ. Uca Allah buyurur ki, sizdən əvvəlkilər, o kəslər ki, onlara haqq gəldikdən sonra, bəyan olduqdan sonra təfriqəçiliyə düşdülər, siz onlar kimi olmayın. Sonra buyurur ki, وَاُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ. Və deyir ki, onlar üçün şiddətli bir əzab vardır. Onlar üçün şiddətli bir əzab vardır. Və Allah Teala sonra buyurur ki, وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ. Sonra uca Allah buyurur ki, deyir ki, biri-birinizlə ixtilaf etməyin, çəkişməyin və beləcə deyir, sizin qüvvətiniz, gücünüz gedər və zəifləyərsiniz. Və doğrudan da qardaşlar, müsəlmanlar təfarruqa düşdülərsə, ixtilafa düşdülərsə, artıq bu nədir? Onların zəifçiliyin göstərir. Artıq bu onların zəifçiliyin göstərir və onlar nədir? Daima zəifçiliyə tərəf getməlidir, arxaya getməlidir və beləcə nədir? Dəvət də zəifləyir, ümumiyyətlə müsəlmanların şövkəti neyniyir? Sınır, parçalanır. Necə ki, bunun öz ölkəmizdə də açıq-aşkar şahidi ki, o zaman ki, müsəlmanlar başladı, biri digərinə xavaric, o birisi isə murciə dedilər və s. bu kimi böhtanlarla bəzilər elm əhlinə dedilər ki, onlar hakimlərə satılıb, onlar filan kəslərə satılıb
və s. bu kimi şeylərə düşdülər və avam insanların da başını doldurdular. Artıq nə oldu? Məsələ böyücüdür, şiddətləndi. Nəticə nə oldu? Nəticə isə dəvətin zəifləməsi, məscidlərin boşalması, dərslərin isə dayanması ilə nəticələndi. Buna da ən birinci səbəb nə oldu? Dində təfriqəçilik düşmək və dinin əhli olmayanların dindən danışması. Dinin əhli olmayanların dindən danışması. Həmçinin qardaşlar, Uca Allah Teala növbəti bir ayədə isə belə buyurur. İnnellezîne ferrakû dînehum və kânû şi'an leste minhum fi şey. Uca Allah öz peyğəmbərinə xitabən belə buyurur. O kəslər ki, dinlərində parçalanma saldılar, onlar kimi olmayın. Ya daha doğrusu o kəslər ki, dinlərində parçalanma saldılar, səninlə onların heç bir əlaqəsi yoxdur. Yəni sən onlardan uzaqsan. Və bir halda ki, Allah Teala öz Rasulun belə bir əməl və onun sahiblərindən uzaq görürsə, bu müsəlmanlar üçün nədir? Onu göstərir ki, müsəlmanlar belə bir cəmaatdan, belə bir fikirlərdən nə etməlidirlər? Uzaq durmalıdırlar. Başqa bir ayədə Uca Allah belə buyurur. Şər'a ləkum minəd-din mə vassa bihi Nuha vəl-ləzi əvhəynə iləykə və mə vassayna bihi İbrahim və Musa və İsa. Allah Teala buyurur ki, həqiqətən də Allah sizin üçün din şəriət etdi. Din şəriət etdi. Və dil beləcədir, Nuha və ondan sonra İbrahimə və Musaya, İsa'ya isə belə vəhiy etdi. Ən əqimud-dinə və lə təfərraku fihi. Və sonra Allah Teala onlara dini bərqərar etməyi, yəni dini qaldırmağı, dini yaymağı və onun içində təfriqəçiliyi salmamağı əmr etdi. Onlara əmr etdi nəyi? Dini qaldırmaq, yəni dəvət eləmək, Allahın dinini yaymaq və həmçində onlara nəyi əmr etdi? Onun içində təfriqəçiliyi salmamaq. Baxın, Allah Teala bu ayədə görün necə gözəl bir şəkildə ibrət çəkir, hansı ki peyğəmbərlərin bütün əməllərində bizim üçün ibrətlər vardır. Allah Teala görsə onlara əmr elədi nəyi? Dini yaymağı, dini ayaqda tutmağı. Dini ayaqda tutmağı, yaymağı və ardıca dərhal onları nəydən çəkindirdi? O dinin içində təfriqəçiliyi salmaqdan. Əgər o dinin içində təfriqəçiliyi düşərsə və sözsüz ki, artıq dəvətçilər hətta peyğəmbər olsa belə nə edərlər? O dəvəti axıracan apara bilməzlər. Ona görə Muhammed sallallahu aleyhi və səlləmin də öz dəvəti mənhəcinə baxsanız, görərsiniz ki, bu məsələyə nə qədər ciddi yanaşırdı. Bu məsələyə nə qədər ciddi yanaşardı. O vaxt ki, eşitdi ki, məscid tikdilər münafiqlər. Nədir? Baxmayaraq, zahiri gözəl bir şeydir, məscid tikiblər. Ancaq o məscid tikməyin arxasında nə yatırdı? Müsəlmanların şövqətini sındıran təfriqəçilik. Ona görə dərhal nə elədi? O məscidi uçurtmağı əmr elədi. Ona görə qardaşlar, eşiləndə ki, bir yerdə hər hansı bir dəvətçi çıxıb və yaxud hər hansı bir məscid açıblar, dərhal can atmaq lazım deyil. Ən birinci soruşmaq lazımdır tanıyanlardan, bilənlərdən, baxmaq lazımdır. Və həmçinin o gedilən dərslərə, xütbələrə, dəvətlərə və s. bu kimi şeylərə ciddi nəzarət etmək lazımdır. Çünki ola bilsin ki, o əməlin zahiri gözəl olsun. Zahiri gözəl olsun, ancaq onun ardında nə yatsın? Müsəlmanları parçalamaq. Və buna da açıq-aşkar günümüzdə şahid oluruq. İnternet saytlərində açılan mövqelər və s. bu kimi şəbəkələr, saytlər və s. bu kimi şeylər. Görürsən ki, hamısının adı nədir? Minhəc sələfi və yaxud İslam və yaxud nə. Hamısının adı yaxşıdır və sözlərin də əvvəli gözəl görünür. Amma nədir? Onlara baxdıqda və xüsusən də elmi olan, təcrübəsi olan insanlar onlara baxdıqda, tanış olan sözləri ilə, dərsləri ilə, kitabları ilə görürsən ki, nədir? Bunun ardında təfriqəçilikdən başqa heç bir şey yatmır. Və həmçin qardaşlar görürsən ki, eşiləndə ki, bir yerdə kimsə çıxıb, biraz ərəbcə danışır, biraz dərslər keçir, xütbələr verir, neynir? Dərhal can atırlar, yönəlirlər soruşmadan və s. Ancaq əhlüsünnə mənhəcindəndir ki, nədir? O barədə möhtəbər elm əhlindən soruşsunlar, tanısınlar, bilsinlər və doğrudan da əgər o kəsdə kimdirsə təzə dəvətçidir, etibarlı bir insandırsa, artıq ondan sonra onun dərslərinə qulaq asmaq və yaxud ondan elm tələb eləmək lazımdır. Və bu məsələ də doğrudan da qardaşlar çox ciddi bir məsələdir və laqeyd yanaşılması isə yaraşmaz bir işdir. Sonra Şeyx İbn-i Hüseymin rahiməhullah bu barədə belə buyurur. فَفِي هَذِهِ الْآيَةِ نَهَى اللّٰهُ تَعَالَى عَنِ التَّفَرُّقِ وَبَيَّنَ عَوَاقِبَهُ الْوَخِيمَ.
aləl fərdi vəl-muctəmə vəl-ümməti bi-usərihə. Və deyir ki, bu ayələrdən açıq aydın göründüyü kimi Allah Taala bəyan edir ki, bu təfriqəçiliyin ardından gələn pis bir aqibət, hansı ki, istər fərdi şəkildə, istər İslami bir aləmdə, İslami dünyada hansı fəsadlarla və pis aqibətlərlə nəticələnir. Və sonra buyurur ki, وَأَمَّا دَلَالَةُ السُنَّةِ عَلَى هَذَا الْأَصْلِ الْعَظِيمِ فَقَدْ قَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm. Və buyurur ki, bu əzəmətli əsli məsələyə, baxın deyir ki, bu əzəmətli əsli məsələyə, nədir məsələ? Dində təfriqəçilik salmamaq və dində bir olmaq. Və deyir ki, bu əzəmətli bir məsələyə sünnədən də bir çox dəlillər vardır. Hansı ki, bu barədə Rasul sallallahu aleyhi və səlləm belə buyurur. Əl-muslimu əxul muslim, lə yəzlimuhu, və lə yəxdiluhu, və lə yəhqiruhu. Və buyurur ki, aleyhissalatu vəssələm, müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu alçatmaz, onu təhqir etməz. Ət-təqva həhunə, ət-təqva həhunə və yuşiru ilə sadrihi. Və sonra buyurdu ki, təqva buradadır və öz əli ilə qəlbinə işarə etdi. Bihəsbi imri'in minəş-şərri ən yəhqirə əxahu muslim. Və sonra buyurur ki, müsəlmanın şərri olmasına kifayət edər ki, öz qardaşını aşağı görsün. Və sonra buyurur ki, kullul muslimi aləl muslimi haramun dəmuhu və irduhu və məluhu. Və sonra buyurur ki, bütün müsəlmanın digər müsəlmana qanı, namusu və malı haramdır. Bu hədisi qardaşlar, İmam Muslim Əbu Hüreyrədən rəvayət olunan hədis olaraq öz kitabında, Səhih kitabında zikr etmişdir. Hədisin başqa bir rivayətində isə belə gəlir. Lə təhəsədu və lə təbəğadu. Deyir, həsəd etməyin, buğud etməyin, yəni qəzəb etməyin biri-birinizə. Və lə təcəssəsu. Və deyir ki, biri-birinizin cəsusluğunu etməyin. Və lə təhəssəsu. Və deyir ki, biri-birinizi gütməyin. Və lə tənəcəşu. Və deyir, biri-birinizə fırıldaq gəlməyin. Və kunu ibadallahi ixvanə. Və sonra buyur ki, ey Allahın qulları, qardaş olun. Bu hədisi də qardaşlar, yenə İmam Muslim Ənəsdən rivayət etmişdir. Növbəti bir rivayətdə isə Rasul sallallahu aleyhi və səlləm belə buyurur. Lə təqata'u və lə tədəbəru. Deyir ki, biri-birinizlə əlaqələri kəsməyin, biri-birinizə arxa çevirməyin. Sonra buyurur ki, və lə təbəğadu. Biri-birinizə qəzəb etməyin. Və lə təhəsədu və kunu ibadallahi ixvanə. Və buyurur ki, paxıllıq etməyin və ey Allahın qulları, qardaş olun. Bu hədisi də yenə İmam Muslim Əbu Hüreyrənin rəfsından rivayət etmişdir. Və həmçinin Rasul sallallahu aleyhi və səlləm başqa bir hədisdə belə buyurur. Əl-mu'minu lil-mu'mini kəl-bunyan yəşuddu ba'duhu ba'da. Buyurur ki, həqiqətən müsəlmanlar bir bina kimidir, biri digərin tamamlayır. Və qalə aleyhissalatu vəssələm li-Ubey, li-Əbi Əyyub. Və deyir sonra Rasul sallallahu aleyhi və səlləm Əbu Əyyuba belə tövsiyə edir. Ələ ədulluka alə ticara. Deyir ki, məyər mən səni bir ticarətə yönəltməyimmi? Qalə bələ ya Rasulallah. Buyurdu ki, bəli ya Rasulallah. Qal, təs'a fil-islahi beynən-nəsi idə təfəsədu və təqarib beynəhum idə təbə'adu. Və buyurur ki, Əbu Əyyuba radiyallahu anhu deyir ki, müsəlmanlar əgər biri-birində fəsad düşərsə, onları islah etməyə tələs. Və demir ki, islah et, və deyir ki, onları islah etməyə tələs. Can at ki, neynəyəsən, onları islah edəsən. Bu da qardaşlar, buna məfhumul müxalifə deyilir ki, bir şeyin əksin götürüb, nəticə olaraq anlamaq. Yəni, əgər Rasul sallallahu aleyhi və səlləm səhabəni və o cümlədən də bütün müsəlmanlar arasında baş verən fəsaddan sonra, incilikdən sonra onları barışdırmağa, cəm etməyə, islah etməyə sövq edir və buna tələstirirsə, bunun da əksi nədir? Onları parçalamaqdan çəkinmək. Və sonra buyurur ki, və deyir, əgər onlar görsən ki, biri-birindən uzaqlaşıblar, onların arasını birləşdir və onları biri-birinə yaxınlaşdır. Başqa bir hədisdə, qardaşlar, Rasul sallallahu aleyhi və səlləm möminlərə biri-birini sevməyi əmr edir və onların qəlblərin biri-birinə birləşməyi əmr edir və həmçinin onlara
xeyirdə yardımlaşmağı, yaxşılıqda və təqvada yardımlaşmağı sövq edir və buna aparan səbəbləri göstərir. Və həmçinin də bunun ziddindən isə çəkindirir. Və beləcə də qardaşlar, oxuduğumuz hədislər nəticəsində görürük ki, doğrudan da Rasul sallallahu aleyhi və səlləm qardaşlığı, müsəlmanların arasını birləşdirən şeyləri bizə öyrətmiş və onların arasını pozan şeylərdən isə bunu bəyan edib bizlərdən çəkindirmişdir. Nədir? O da qardaşa üst çevirmək, onu tərk eləmək, onu aldatmaq və s. bu kimi pis əxlaqlar. Və sonra Şeyx İbn Teymi rahimehullah buyurur ki, həqiqətən də deyir, müsəlmanların arasında təfriqəçilik salmaq, düşmək, budur ki, şeytanın gözlərini aydın edən bir şeydir. İstər o şeytan cinlərdən, istərsə də insanlardan olsun. Və sonra buyurur ki, həqiqətən də insanlardan və cinlərdən olan şeytanlar müsəlmanların arasında olan birliyi istəmirlər. Və onlar istəmirlər ki, heç vaxt müsəlmanların arasında birlik olsun. Və deyir ki, əksinə onlar həmişə müsəlmanların arasını parçalamaq istəyirlər. Və deyir ki, onlar yaxşı bilirlər ki, müsəlmanların birliyi qüvvət deməkdir. Müsəlmanların birliyi onların gücü, qüvvəti deməkdir. Və müsəlmanların parçalanmağı isə nədir? Onların zəifləməsindən başqa bir şey deyildir. Və deyir ki, beləcədir oxuduğumuz ayələrdən və hədislərdən şahidi olduq ki, Rasul sallallahu aleyhi və səlləm insanları bir olmağa və təfriqəçilikdən çəkindirmişdir. Və deyir, bu da ondan dolayıdır ki, müsəlmanlar nə olsun? Öz üstünlüklərin, öz güclərin və qüvvətlərin itirməsinlər. Və deyir ki, o ki qaldı ki, bu məsələdə səhabələrin əməllərinə, yəni səhabələr hansı mövqeyi tutmuşdular? Çünki biz həmişə nə deyirik, qardaşlar? Quran, sünnə, sələfin fəhmi ilə və sələfin də ən başında gedənlər kimlərdir? Rasul sallallahu aleyhi və səlləmin səhabələri, Allah Teala onların hamısından razı olsun. Deməli, qardaşlar, doğrudan da indi baxacaq görəcək ki, səhabələr bu məsələləri necə tətbiq etmişdilər və bu məsələyə düşdükdə isə necə çıxış yolu tapmışdılar. Fəqad vəqə beynəhum radiyallahu anhum əl-ixtilaf və ləkin ləm yəhsul bihi ət-təfarruq və lə əl-ədəvə və lə əl-bağda. Və deyir ki, bu səhabələrin arasında da olmuşdur. Yəni, ixtilaf səhabələrin arasında olmuşdur. Ancaq buna baxmayaraq, bu onlar arasında firqəçiliyə, düşmənçiliyə və biri-birindən uzaqlaşmağa səbəb olmamışdır. Fəqad hasələl xilafu beynəhum fi ahdi Rasulillahi sallallahu aleyhi və səlləm və Rasulullah sallallahu aleyhi və səlləm beyyənə azharihim فمن ذلك أن النبي صلى الله عليه وسلم لما فرغ من غزوة الأحزاب وجاءه جبريل يأمره أن يخرج إلى بني قريظة لنقدهم العهد قال النبي صلى الله عليه وسلم لأصحابه. Və deyir ki, bunun birinci nümunəsi odur ki, o zaman ki Rasul sallallahu aleyhi və səlləm Əhzab döyüşü bitdikdən sonra neynədi? Müsəlmanları Bəni Qureyzəyə göndərdi. Deyir ki, onlar əhdi pozduğuna görə Bəni Qureyzədə qardaşlar Yahudi qəbiləsidir və onlar ilə Muhammed sallallahu aleyhi və səlləm arasında bir əhd var idi ki, yəni onlar arasında heç bir şey baş verməyəcək. Və onlar isə Əhzab döyüşündə və yaxud Xəndək döyüşündə neynədilər? Öz əhdlərini pozdular və müşriklərə qarşı neynədilər? Yardımlamaqda, yardımlaşmaqda ona söz verdilər və buna səy göstərdilər. Və döyüş bitdikdən sonra müşriklər geri qayıtdıqdan sonra Rasul sallallahu aleyhi və səlləm neynədi? Müsəlmanlara əmr elədi ki, Bəni Qureyzəyə hücum etsinlər. Və beləcə öz səhabələrinə belə bir əmr etdi. Lə yusalliyənnə əhədun minkum əl-asr illə fi Bəni Qureyzə. Və dedi ki, sizlərdən heç kəs Bəni Qureyzəyə çatmadıqca asr namazını qılmasın. Sizlərdən heç kəs Bəni Qureyzəyə çatmadıqca öz asr namazını qılmasın. فَخَرَجُوا مِنَ الْمَدِينَةِ إِلَى بَنِي قُرَيْدَةَ وَحَانَ وَقْتُ الْعَصْرِ فَقَالَ بَعْضُهُمْ لَا نُصَلِّ إِلَّا فِي بَنِي قُرَيْدَةَ وَلَوْ غَابَتِ الشَّمْسِ لِأَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ
لا يصلين أحد منكم العصر إلا في بني قريظة فنقول سمعنا وأطعنا. Onlardan bir dəstə dedi ki, biz asr namazın vaxtı girdi artıq və dedilər ki, biz asr namazını qılmayacaq, hətta günəş batsa belə. Biz asr namazını qılmayacaq, hətta günəş batsa belə, ta ki Bəni Qureyzəyə çatmayıncaya qədər. Və onlar da bunu boşuna demədilər. Əksinə, Rasul sallallahu aleyhi və səlləmin sözünə tabi olaraq ki, deyirlər ki, Rasul sallallahu aleyhi və səlləm bizə nə dedi? Bizə buyurdu ki, Bəni Qureyzəyə çatmadıqca asr namazını qılmayın. Və biz də eşitdik və itayət etdik. فَمِنْهُمْ مَنْ قَالْ نُصَلِّي فِي الْوَقْتِ لِأَنَّ رَسُولَ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ أَرَادَ بِذَٰلِكَ الْمُبَادَرَةَ وَالْإِسْرَاعَ إِلَى الْخُرُوجِ وَلَمْ يُرِدْ مِنَّا تَأْخِيرَ الصَّلَاةِ فَبَلَغَ ذَٰلِكَ النَّبِيَّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ فَلَمْ يُعَنِّفْ أَحَدًا مِنْهُمْ وَلَمْ يُوبِخُهُ عَلَى مَا فَهِمْ وهم بأنفسهم رضي الله عنهم لم يتفرقوا من أجل اختلاف الرأي في فهم حديث رسول الله sallallahu aleyhi və səlləm. Və deyir ki, onların bəziləri isə belə dedilər. Dedilər ki, əksinə biz namazın vaxtı girdikdə namazımızı qılacağıq. Əksinə biz namazın vaxtı girdikdə namazı qılacağıq. Çünki Rasul sallallahu aleyhi və səlləm o sözləri ilə ki, bizə dedi ki, asr namazın Bəni Qureyzəyə çatmadıqca qılmayın və deyir, bu onu göstərirdi ki, Rasul sallallahu aleyhi və səlləm bu sözləri ilə onu istəyirdi ki, yəni biz tez gedək, tələsək. Heç də o demək deyildi ki, namazı vaxtından gecikdirək. Və bu xəbər Rasul sallallahu aleyhi və səlləmə çatdı. O iki dəstədən heç birini qınamadı. O iki dəstədən heç birini qınamadı və onları da eyibləmədi. Çünki nədən dolayı qardaşlar? Çünki hər iki tərəf dəlilə söykənmişdir. Hər iki tərəf dəlilə söykənmişdir. Və onlar da biri-birini qınamadılar. Çünki nəydən dolayı? Yəni, məsələ ehtimal olunurdu. Məsələ bu tərəfə də ehtimal olunurdu, o tərəfə də ehtimal olunurdu. Və ona görə hər kəs öz rəyi üzərində qaldı və neynədilər? Sonunda da biri-birini eyibləmədilər. Və sonra müəllif buyurur ki, əmmə əməlus sələfis salih, və deyir ki, sonra deyir, sələfis salihindir, bu barədə əməlinə gəldikdə isə, fəinnə min usuli əhli sünnəti vəl cəmaəti min məsəilil xilafiyyə, ənəmə kənəl xilafu fihi sadiran عن اجتهاد وكان مما يسوغ فيه الاجتهاد فإن بعضهم يعذر بعضه بالخلاف ولا يحمل بعضهم على بعض حقدا. Və deyir ki, deyir, sələf salih də deyir, bu şeydən dolayı biri-birini qınamamışlar. Çünki nədən dolayı? Çünki deyir, məsələ ictihada qayıdırdır. Məsələ ictihada qayıdırdır. Əgər bir məsələdə ki, nas açıq-aşkar, yəni Quran və sünnə açıq-aşkar bir şeyə dəlalət etmirsə və yaxud da ümmət o şeyin üzərində ittifaq etməmişsə, artıq nədir? Bu məsələ ictihadi bir məsələdir. İctihadi bir məsələdən dolayı isə biri-biri qınamaq yaraşmaz bir şeydir. Və deyir, onlar biri-birinə qarşı düşmənçilik etməmiş və biri-birinə də qəzəb göstərməmişdilər. Bəl yə'təqidunə ennəhum ixvatun həttə və in hasala beynəhum həzəl xilaf. Və deyir ki, əksinə onlar özlərin biri-birinə qardaş saymışlar, baxmayaraq bu ixtilaf onların arasında düşsə belə. Həttə innəl vahidə minhum leyusalli xalfə mən yara ənəhu leysə alə vudu'in və yaral imamu ənəhu alə vudu' mislə ən yusalli xalfə şəxsin əkələ ləhmə iblin وهذا الإمام يرى أنه لا ينقض الوضوء والمأموم يرى أنه ينقض الوضوء فيرى أن الصلاة خلف ذلك الإمام صحيحة وإن كان هو لو صلاها بنفسه لرأى أن صلاته غير صحيحة كل هذا لأنهم يرون أن الخلاف ناشئ عن اجتهاد فيما يسوغ فيه الاجتهاد ليس في الحقيقة بخلاف. Və deyir ki, deyir, sələf salihin həyatına baxsaq, deyir, onlar deyir, biri-biri arasında ixtilafa baxmayaraq biri-birinə tabi olurdular. Məsələn, deyir, onların bəzilərinə görə qarşıdakı imamın məzhəbi onların məzhəbinə zidd idi. Hətta deyir, elə bir məsələlər var idi ki, qarşıdakı imamın rəyinə görə bunların heç dəstəması sayılırlar. Məsələn, deyir ki, o şeydən
bəzi məzhəblər var ki, dəvə ətin yeyəndə onu dəstəmazı pozan amillərdən saymırlar və bir çox alimlər isə və onu neynirlər, dəstəmazı pozan amillərdən sayırlar. Və deyir ki, ancaq bunlar qarşılaşdıqca, əgər imam o rəyin sahibidir ki, dəvə əti yemək dəstəmazı pozmur və deyir, hansı ki, ona görə onun dəstəmazı yoxdur. Və bilirsiniz, dəstəmazı olmayan insanın da namazı yoxdur. Ancaq məsələ ictihadı olduğuna görə onun arxasında namaz qılırdı. Ancaq özü tək olsaydı, dəvə əti yesəydi, onun özünə görə namazı batildir, əgər o halda qılarsa. Ancaq buna baxmayaraq, görün necə yaşayırlar öz həyatlarında və görün ictihadi məsələlərə necə yanaşırlar. Hətta namaz kimi məsələdə oraya ki, onun namazını batil edir, ona baxmayaraq neyinirdi? Məsələ ictihadı olduğuna görə ona tabi olurdu. Məsələ ictihadı olduğuna görə ona tabi olurdu. Və sonra buyurur ki, لِأَنَّ كُلَّ وَاحِدٍ مِنَ الْمُخْتَلِفِينَ قَدْ تَبَعَ مَا يَجِبُ عَلَيْهِ اتِّبَاعُهُ مِنَ الدَّلِيلِ الَّذِي لَا يَجُوزُ لَهُ الْعُدُولَ عَنْهُ. Və deyir ki, bu da ona görəydir ki, qarşı tərəf dəlilə söykənmişdir. Və dəlil də elə bir şeydir ki, əgər Quran və sünnədəndir sözsüz ki, və deyir, dəlil də elə bir şeydir ki, o dəlildən də üst çevirmək mümkünsüzdür. Və məhz ona görə onun dəlilinə ehtiram edərək, onun elminə və rəyinə ehtiram edərək, nədir? Bu məsələni möhtərəm bir məsələ saymışlar, yəni mötəbər bir xilaf saymışlar və mötəbər xilafdan dolayı isə biri qınanmaz. فهم يرون أن أخاهم إذا خالفهم في عمل ما اتباعا للدليل هو في الحقيقة قد وافقهم. Və deyir ki, əgər deyir, onlar görsələr ki, onların qardaşı bir məsələdə onlara qarşı müxalifdir və əslində deyir, onu haqqa müvafiq sayardılar. Onu haqqa müvafiq sayardılar. Çünki nədən dolayı? Sonra müəllif buyurur ki, burada və deyir ki, deyir, onun deyir, çünki yapışdığı o şey dəlildir. O meyyara sarılıb, Quran sünnəyə sarılıb. Və ona görə deyir, sonunda deyir, biz yenə də nə ekdir? Biz əslində deyir, ixtilaf etməmişik, əslində ittifak etmişik. Çünki mən də deyirəm ki, dəlilə, sən də deyirsən ki, dəlilə. Və sənə görə dəlil odur, mənə görə isə dəlil budur və ona görə sən də əslində isabət sayılırsan, mən də isabət sayılıram. Ancaq baxmayaraq, Allah dərgahında isə haqq birdir. Və bu məsələni də bilmək zəruridir ki, qardaşlar, hər hansı bir məsələdə bir və ya bir, iki və artıq rəylər olarsa, elə bilməyin ki, bunun hamısı doğrudur. Elə bilməyin ki, bunun hamısı doğrudur. Əslində Allah dərgahında haqq birdir. Və məsələ birdir, ikincisi yoxdur. Sadəcə fəhimlər müxtəlif olduğuna görə, bir tərəfə dəlil çatıb, digər tərəfinə çatmadığına görə və yaxud bir tərəf onun nəsx olunmuş, digər tərəf isə onun nəsx olunmamış bildiyinə və s. bu kimi səbəblərdən dolayı nədir? Hər iki tərəfin rəyinə ehtiram olunur. Ancaq baxmayaraq ki, Allah dərgahında haqq nədir? Haqq birdir və dəyişilməzdir. Və sonra buyurur ki, müəllif, əmmə mə lə yəsuğu fihil xilaf فهو ما كان مخالفا لما كان عليه الصحابة والتابعون كمسائل العقيدة التي ضل فيها من ضل من الناس ولم يحصل فيها الخلاف إلا بعد القرون المفضلة أي لم ينتشر الخلاف إلا بعد القرون المفضلة وإن كان بعض الخلاف فيها موجودا في أحد الصحابة ولكن ليعلم إننا إذا قلنا قرن الصحابة ليس المعنى أنه لا بد أن يموت كل الصحابة بل القرن ما وجد فيه معظم أهله. قال شيخ الإسلام ابن تيمية رحمه الله إن القرن يحكم بانقضائه إذا انقرض أكثر أهله. Və deyir ki, deyir, o ki qaldı ki, əqidəvi məsələlərə gəldikdə və əqidəvi məsələlərdə isə ixtilaf yoxdur. O ki qaldı ki, əqidəvi məsələlərə gəldikdə bu məsələdə ixtilaf yoxdur. Və deyir, bu məsələdə ixtilaf düşmüşdür, haçan o deyir, fəzilətli əsrdən sonra. O fəzilətli əsrdən sonra. Və o fəzilətli 3 əsrin ən fəzilətlisi hansıdır? Səhabələr. Və sonra müəllif deyir ki, bizim bu sözümüzdən başa düşülməsin ki, ixtilaf düşəndə heç bir səhabə yox idi. Bir əksinə, o devirdə səhabələr də var idi. Ancaq bir dövrə hökm vermək üçün, necə ki, Şeyxülislam İbn Teymiyyə deyir, bir dövrə hökm vermək üçün o devirdə yaşayan insanların çoxluğu ilə hökm verilir. Yəni, burada da deyir, artıq səhabələrin çoxsu dünyasının dəyişdiyindən dolayı artıq demirik ki, səhabə devri.
Aydın deyir, artıq demirik səhabə dövrü və deyir ki, artıq bundan sonra nədir? Əqidə məsələlərində belə ixtilaf düşmüşdür. Və bir məsələni də diqqənizə çatdırın ki, görürsən, bidət əhli sünnəni ittiham edirlər bu məsələdə. Deyirlər ki, sahabələr də əqidə məsələsində ixtilaf ediblər. Əslində, sahabələr əqidə məsələsində ixtilaf etməyiblər əsaslarında. Yalnız çox incəliklərində və cüz'iliklərdə biri-biri ilə ixtilafı olub fikirlər və yenə də hər iki tərəf dəlilə söykənmişdir. Məsələn, Quran-ı Kərimdə Allah buyurur ki, səhv açıldığı zaman hər kəs səcdəyə çağırılacaqdır. Səhv kəşf olunduğu zaman hər kəs səcdəyə çağırılacaqdır və onlar onu bacarmayacaqlar. Səhv barədə yevmə yəkşəfu səhv və deyir ki, bu səhv barədədir. Sahabələr bəzilər deyirlər ki, burada nədir səhv? Burada səhv Allahın ayağıdır. Ancaq İbn Abbas nə deyir? Deyir ki, xeyr, burada səhv nədir? Qiyamət gününün şiddəti. Amma əslində onlar hamısı ittifaq etmişlər ki, qiyamət günü Allahın ayağı açılacaqdır. Ona görə bu o demək deyil ki, sahabələr əqidə məsələsində ixtilaf etmişlər. Aydındır. Hamısı ittifaq edirlər ki, Allahın ayağı qiyamət günü açılacaqdır və Allahın ayağı vardır. Baldırı açılacaqdır, baldırı vardır, açılacaqdır. Çünki buna açıq-aşkar dəlalət edən Əbu Səid Əl-Xudrinin hədisidir ki, qiyamət günü Allahın ayağı açılacaq və insanlar səcdəyə çağırılacaq və hər kəs səcdə edəcək, yalnız münafiqlərdən, kafirlərdən başqa və onların beli düz sütun kimi qalacaq. Nə qədər istəsələr də aşacaqlar, səcdə edə bilməyəcəklər. Və yenə nədir? Məsələnin əslində ixtilaf etməyiblər. Sadəcə deyirlər ki, o ayədə zikr olunan qiyamət günü şidir, yoxsa sağdırmı? Və ən racih olan da görüş odur ki, orada nəzərdə tutulan Allahın ayağı deyildir. Çünki Allaha izafə olunmamışdır və həmçində İbn Abbas, Allah ondan və atasından razı olsun, bu məsələni necə izah etmişdir? İzah etmiş ki, orada nəzərdə tutulan qiyamətin şiddətidir. Çünki sağ sözü şiddətə də ehtimal olunur. Və ona görə bir məsələ əslində qalır, ta ki onu əslindən dəyişən dəlil gəlmədikcə. Və ona görə də sağ şiddət məsəlində qalır. Və məsələn, Allah Teala növbəti bir misal, Rasul sallallahu aleyhi ve sellem Meyracda öz Rəbbini görüb görməməsi barədə. Bilirsiniz, bu məsələ də Ayşə ilə və digər sahabələr arasında ixtilaf olmuşdur ki, onlar Allahı görmüşlər ya yox. Və bidətçilər əhlüsünnəyə dil uzadaraq deyirlər ki, sahabələr də əqidə məsələlərində ixtilaf etmişdir. Əslində bu ixtilaf deyil. Sonunda hamısı ittifaq etmişlər ki, qiyamət günü Allah görüləcəkdir. Sadəcə hədisdən hərəsi bir cür başa düşmüşdür ki, Allahı Rasul sallallahu aleyhi və səlləm qiyamət günü görmüşdür, yoxsa yox. Bu da ən racih olan görüş odur ki, görməmişdir. Sadəcə ayədə keçən orada görməsi nədir? Cəbrail əleyhissalam nəzərdə tutulur və görməməsinə isə dəlil nedir ki, Ayşə radiyallahu anh deyir ki, ənnə ərahu hicabuhu nur. Deyir, mən onu necə görərdim ki, onun hicabı nurdur. Və belə əqidə məsələn cüziyyətlərində, incəliklərində ixtilaf etmişlər. Necə ki, bunu Şeyxülislam İbn Teymiyyə və İbn Qeyyim bu barədə gözəl izah verərək bunu bəyan etmişdir. Ona görə bilin ki, əqidə məsələlərində əhl-i sünnənin əvvəlkiləri arasında, yəni səhabələr arasında heç bir ixtilaf olmamışdır. Və sonra müəllif buyurur ki, deyir, o vaxtı deyir, heç bir ixtilaf olmamışdır əqidə məsələsində. Yalnız deyir, bu devir keçəndən sonra, artıq sonradan insanlar gəldikdən sonra nə deyir, artıq başladılar əqidə barədə danışmağa və ixtilaflar salmağa. Və sonra müəllif buyurur ki, əmməl məsail əlləti vücidə fiyhə əl-xilaf fi əhdi səhabəti və kənə fiyhə məsahun lil-ictihad فلا بد من أن يكون الخلاف فيها باقيا. قال النبي صلى الله عليه وسلم إذا حكم الحاكم فاجتهد فأصاب فله أجران وإن اجتهد فأخطأ فله أجر. Və deyir ki, deyir, o ki qaldı ki, əqidədən sonraki məsələlərdədir ixtilaf olması və deyir ki, bu ixtilafın da meydana gəlməsi çox da təəccüblü bir şey deyildir. Çünki bu barədə Rasul sallallahu aleyhi və səlləm əvvəlcədən xəbər verərək buyurmuşdur ki, əgər hakim, yəni fəqih, ictihad edərsə və o bu ictihadında isabət edərsə haqqa, yəni ictihadında doğru olarsa, necə əvvəllədir ki, haqq Allah dərgahında birdir. İctihadında doğru olarsa, Allah Teala ona 2 əcr yazır. Və deyir, əgər ictihadında xatı edərsə, Allah Teala ona bir əcr yazır. Bu da nədir? Onun çalışmağına
cəhd göstərməsinə görədir ki, haqqa isabət etsin deyə. Baxmayaraq haqqa isabət etməsə də Allah onun çalışdığına görə nədir? Ona əcr yazmışdır. Və bu da qardaşlar, hər kəs üçün deyil ki, yəni mən ictihad edim, isabət edərəmsə 2 savab, etmərəmsə 1 savab. Bu yalnız və yalnız kimlər üçündür? Müctəhid, fəqih alimlər üçün ki, məsələlərdən istinbat etmək iqtidarındadırlar. Və həmçində qardaşlar, bu məsələ, bu hədis elm əhli arasında bir qaydadır. Bu məsəl elm əhli arasında bir qaydadır və məhz bu qayda səbəbi ilə də biz neyinirik? İxtilaflardan çıxırıq. Çünki məsələ nədir? Məsələ ictihadi bir məsələdir. Hansı ki, bu barədə Şeyxülislam İbn Teymiyənin kiçik bir risaləsi var və hansı ki, onu Məcmul Fətavadan çıxardıblar. Raf'ul mələm an a'immətil a'ləm. Və deyir ki, ümmətin böyüklərinin deyir, haqqında pis şeylər, pis sənlərdən çəkinmək, yəni onlardan pis şeyləri uzaqlaşdırmaq. Və orada da nədən danışır? İxtilaflara səbəblər gətirir ki, hansı səbəblər ixtilafın düşməyinə səbəb olmuşdur. Və artıq o səbəbləri bildikdən sonra heç bir tərəfi qınamağa, heç bir rəvat qalmır. Və sonra müəllif buyurur ki, فَالْوَاجِبُ عَلَى الْمُسْلِمِينَ جَمِيعًا أَنْ يَكُونُوا أُمَّةً وَاحِدَةً وَأَلَّا يَحْصُلُ بَيْنَهُمْ تَفَرُّقٌ وَتَحَزُّبٌ بِحَيْثُ يَتَنَاحَرُونَ فِيمَا بَيْنَهُمْ بِأَسِنَّةِ الْأَلْسُنِ ويتعادون ويتباغضون من أجل اختلاف يسوغ فيه الاختلاف فإنهم وإن اختلفوا فيما يختلفون فيه فيما تقتضيه النصوص حسب أفهامهم وإن هذا الأمر فيه سعة ولله الحمد. Və deyir ki, bu məsələdə deyir, si'a var, yəni genişlik var. Ona görə bu məsələdə ehtiyac yoxdur ki, ixtilaflara düşülsün. Və deyir, Allaha həmd olsun ki, bu məsələdə genişlik qoymuşdur. Allaha həmd olsun ki, bu məsələdə genişlik qoymuşdur. Və yenə də deyir ki, bu məsələdə düşmənçiliyə, təfriqəçilik salmağa heç bir ehtiyac yoxdur. Çünki məsələ nədir? Məsələ ictihadı məsələdir. Və deyir ki, bu da deyir, düşmənlərin əlinə şans verir ki, müsəlmanlara qarşı öz güclərini göstərsinlər. Baxmayaraq onların bəziləri açıq-aşkar düşmənçiliklərini göstərirlər, yəni qeyri-müsəlmanların müsəlmanlara tərəf və deyir, bəziləri isə zahirdə dostluqlarını göstərirlər. Ancaq bunların hər ikisi nədir? Bu cür təfriqəçilikdən istifadə edirlər, müsəlmanların şəfqətlərinin sınmasına neynirlər? Sevinirlər. Və burada qardaşlar, artıq Şeyx İbn Hüseymin Rahimahullahın bu məsələ barədə, yəni ilkin söz barədə müəllifin demək ki, Allah bizə dində bir olmağı əmr edir və təfriqəçilikdən çəkindirir. Bu barədə artıq Şeyx İbn Hüseyminin sözləri bitmişdir və indi isə artıq oxuyacağıq Şeyx Fovzan Hafizahullahın bu barədə olan çox gözəl sözlərin. Və Şeyx Fovzan da Hafizahullah buyurur ki, o ki qaldı ki, müəllifin bu sözlərinə gəldikdə ki, Allah Teala bizlərə dində bir olmağı əmr etmiş və təfriqəçilikdən çəkindirmişdir və deyir ki, Hədəl asıl mövcudun fil Qur'ani qalə Teala və deyir ki, bu əsl Quran-ı Kərimdə mövcuddur. Deyir ki, müəllifin danışdığı bu məsələ, bu əsli məsələ Quran-ı Kərimdə mövcuddur, hansı ki, Allah belə buyurur. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Allahın dinindən hamılıqla yapışın və təfriqəçiliyə düşməyin. Başqa bir ayədə وَلَا تَكُونُ كَالَّذ۪ينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا və deyir ki, o kəslər kimi olmayın ki, öz dinlərində təfriqəçilik salıb ixtilafa düşdülər. Sonra növbəti ayədə isə Uca Allah buyurur ki, İnnellezîne ferrakû dînehum və kânû şi'an leste minhum fî şey innəmâ emruhum ilallah. Və deyir ki, o kəslər ki, dinlərində parçalanma saldılar, səninlə onların heç bir əlaqəsi yoxdur və əksinə onların işləri yalnız və yalnız Allaha qayıdır. Başqa bir ayədə Allah Teala buyurur ki, şər'a lekum minəd-dîni mə vassa bihi Nuhan vəllezîne evhayna ileyk وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ Və deyir ki, Allah Teala sizin üçün din şəriət etmişdir və beləcədir sizə Nuh əleyhissalama, İbrahim əleyhissalama, Musaya dediyi kimi sizə də əmr etmişdir ki, dini ayaqda tutasınız, yəni dini bərqərar edəsiniz
etsinlər və həmçinin də dində təfriqəçilik salmasınlar. Bu ayə barədə az öncə dərsin əvvəlində biraz danışdıq. Və sonra Şeyx Fovzan rahimehullah buyurur ki: "Fələ yecuzu lil muslimina en yetəfərraqu fi dinihim, bel yecibu en yekunu ummeten vahideden alet-tevhid." Və deyir ki, müsəlmanlara icazəli deyir ki, öz dinlərində təfriqəçilik salsınlar. Əslində onlara vacib olan odur ki, tevhiddə vahid bir ümmət olsunlar. Necə ki, bu barədə də əvvəldə dedik ki, yəni təkcə tevhid kifayət deyil. Əslində tevhidin kamilliyi odur ki, nədir? İnsan tevhiddə bir olsun, müsəlmanlar bir olsun, cəmaat bir şəkilində Allahı təkləşdirərək ona ibadət etsinlər. Və sonra Uca Allah'ın bu kəlamlarını gətirir. İnnə hədihi ümmətukum ümmətən vahidə və ənə rabbukum fə'budun. Və deyir ki, budur sizin və deyir ki, budur sizdir, vahid bir ümmətsiniz və mən də sizin Rəbbinizəm və mənə ibadət edin. Və baxın qardaşlar, bu ayədə Allah Taala ümməti vahid bir ümmət adlandırmışdır. Və Allah artıq öz bu ümməti vahid bir ümmət adlandırdıqdan sonra heç kəsə icazəli deyil ki, kimlərinsə rəylərinə görə dini parçalasın, müsəlmanlar arasında təfriqəçilik salıb və onların şəfqətini sındırıb və düşmənləri buna sevindirib və güldürsün. Və sonra müəllif buyurur ki, hafizəhullah, və diyor ki, لا يجوز لأمة محمد صلى الله عليه وسلم أن تتفرق في عقيدتها وفي عبادتها وفي أحكام دينها. هذا يقول حلال وهذا يقول حرام بغير دليل. لا يجوز هذا. لا شك أن الاختلاف في طبيعة البشر كما قال الله سبحانه ولا يزالون مختلفين إلا من رحم ربك. Və deyir ki, müsəlmanlara, Muhammed ümmətinə icazəli deyil ki, dində təfriqəçilik salsınlar. Bu halaldır, digəri haramdır deyərək və deyir ki, həqiqətən də deyir, bəşər insanının təbiətindəndir ki, ixtilaflara meyilli olsunlar. Və deyir, bu da onların təbiətindəndir. Və necə ki, Uca Allah bu barədə buyurur ki, onlar deyir, hələ də ixtilaflardadırlar və onlar ixtilafda davam edirlər. Və deyir ki, yalnız sənin Rəbbinin rəhm etdiyi kəslərdən başqa. Və orada rəhm olunan kəslər kimlərdir? Bu sadaladığımız amilləri götürür. Bu sadaladığımız amillər ki, təfriqəçiliyə salmağa səbəbdir, ondan çəkinir və beləcə Allahın rəhm etdiyi qullardan olur və nə edir? İxtilaflardan canını qurtarmış olur. Və doğrudan da bu da asan deyil, qardaşlar. Bu da asan deyil. Çünki bu insandan təvəzzükarlıq istəyir. Bu insandan səbir istəyir. Bu insandan öz qarşısındakı tərəfə qarşı ehtiram istəyir. Həmçinin bu insandan təvəzzükarlıq istəyir. Və s. belə gözəl xislətlər, gözəl əxlaq istəyir ki, insan bu şeyi öz həyatında tətbiq etsin. Və baxmasın ki, onun qarşısındakı insan ondan elimsizdir. Və yaxud da ondan yaşda kiçikdir. Və yaxud da ondan elm tələb etməkdə gəncdir. Əgər belə şeylərə baxarsa, o insan heç vaxt haqqı tapa bilməz. Və o insan heç vaxt Allahın bu rəhm etdiyi kəslərdən ola bilməz. Və mütləqdir ki, insan əxlaq göstərsin, insaf göstərsin, təvazükarlıq göstərsin və qarşı tərəfdən öyrənməyə çalışsın, elm əhlinə müraciət eləsin və beləcə də nədir? Artıq ixtilaflardan qurtulmuş olur. Və doğrudan da qardaşlar, əgər baxsan istər öz bölgənizdə, istər digər bölgələrdə müsəlmanların azğınlaşmasına, digər qardaşlara cürbəcür ittihamlar edib onları bidətlərdə suçlamasına, baxın onların əvvəlinə baxın, onlar gözəl əxlaq sahibi olmayıblar. Həmçinin onlar insaflı insanlar olmayıblar. Həmçinin onlar həsəd əhli olublar. Və bu da onların sifətlərindəndir. Onlar baxmayaraq, hətta onlara sən hərif-hərif izah etsən, kəlmə-kəllə sübutlar etib, dəlillər gətirsən, onlar ola bilsin o bidətdən çıxsınlar. Amma onların o iyrənc xisləti və mütləqdir ki, onları başqa bir bidətə sövq edəcəkdir. Buna da səbəb nədir? Onların o sadaladığımız çirkin xislətləri. Çünki necə ki, alimlərdən birinə gəlib deyirlər ki, tələbələrindən biri,
Deyir ki, şeyx müjdələr olsun, artıq filan kəs öz bidətindən çəkinmişdir. Və o da öz cavabında buyurur ki, hələ tələsmə, gör indi isə hansı bidətə tərəf yönələcəkdir. Və deyir ki, sonra gördüm ki, doğrudan da başqa bir bidətə yönəldi. Və biz də açıq-aşkar şahidi, hətta birini tanıyam ki, neçə illər onu Rafizilikdən Əhl-i Sünnəyə dəvət etdi qardaşlar. Neçə illər, uzun illər onun üzərində dəvət getdi və bu inad göstərirdi. Özün elm tələbəsi kimi göstərir, görə bu elm tələbəsi idi. Axır sonda aciz qalaraq dəlillər qarşısında və özü də bunu arayıb araşdırdıqdan sonra artıq Rafiziliyi tərk etdi. Və tərk edib dərhal nəyə çevrildi? Dərhal xavaric mənhəcinə yönəldi. Və dərhal təkfirçilik xislətlərin özündə cəm etdi və hələ də o mənhəc üzrədir. Bunu da göstərən nədir qardaşlar? Bunu da göstərən ki, həmin insanın çirkin xisləti, hansı ki onda təvazökarlıq yoxdur, onda ixlas yoxdur, o insanda insaf yoxdur, o insan həsəd əhlidir. Həsəd əhlidir. Çünki həmçinin də başqa bir səbəblərdən və amillərdən biri odur ki, həmin insanların çirkin xislətlərindən özlərinə cəmaət toplamaq istəyirlər. O insanlar qəbul edə bilmirlər ki, kiminsə rəhbərliyi altında geçsinlər, və doğrudan da bu da çox əsli və əsası məsələlərdəndir İslam dinində, hansı ki, müəllif də bu kitabda bu məsələyə toxunub ki, əmr sahibinə, yəni əmr sahibi dedikdə də qardaşlar, burada həm rəhbərlər, əmirlər, həmçində alimlər, elm əhli nəzərdə tutulur və onlara tabi olmaq, eşitmək və itayət etmək. Bunlar bunu qəbul edə bilmirlər, həzm edə bilmirlər bunu. Məhz bundan dolayı da nədir? Onları bidətlərə yönəlirlər ki, az da olsa öz ətraflarına insanlar toplayıb onlara rəhbərlik etsinlər. Çünki doğru yolla qalsalar, onların o qədər də elmi səviyyəsi və yaxud əxlaqı və yaxud da tədris üslubu yoxdur ki, o məşhurluğu, o gözəl şöhrəti qazansınlar və beləcə elm əhli kimi tanınsınlar. Və bu xisləti özlərində tapmadıqdan sonra neynirlər? İstəyirlər ki, kiçik bir də toplum olsa, onlara rəhbərlik etsinlər. Daha bilmirlər ki, Uca Allah buyurur ki, onlar özlərinin və digərlərinin yüklədikləri, özlərinin və digərlərinin yönətdiyi şeyə görə də onun məsuliyyətini daşıyırlar. Onun məsuliyyətini daşıyırlar özlərin və azdırdıqları insanların. Bunu anlamırlar, bunu dərk etmirlər və öz təkəbbürlükləri ilə isə neynirlər? Mübarizə aparmırlar. Və sonra buyurur ki, Şeyh Fovzan hafizahullah, "Lakinnel ixtilafə yuhsamu bir-rucu'i ila'l-kitabi ve's-sunnə, فإذا اختلفت أنا وأنت فإنه يجب علينا أن نرجع إلى كتاب الله وسنة رسوله صلى الله عليه وسلم." قال تعالى. Və deyir ki, əgər deyir, hər hansı bir ixtilaf olarsa, mənimlə sənin aranda mən bir söz, sən də digər bir söz deyərsənsə, bunu mütləq və mütləq həll etmək lazımdır. Və bunu da həll etmək üçün Quran və sünnəyə qayıtmaq lazımdır, hansı ki, Uca Allah bu barədə belə buyurur. فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ. Uca Allah buyurur ki, əgər bir şey barədə münaqişəyə düşsəniz, onu Allaha və Rasuluna qaytarın, əgər siz qiyamət Allaha və axirət gününə iman gətirmisinizsə. Və sonra müəllif buyurur ki, "Əmmə mə yəqulu kullun yabqa alə məzhəbihi və kullun yabqa alə aqidətihi və nəsu əhrarun fi əra'ihim və yutalibun bi hurriyyətil aqidə və hurriyyətil kəlimə həzə huvəl batil əlləzi nəhəllahu anhu fəqal vəhtəsimu bihablillahi cəmi'ən və lə təfarraku." Və deyir ki, o ki qaldı ki, bəzi insanlar deyirlər ki, hərə öz fikrində, öz məzhəbində qalsın, hərə öz əqidəsində qalsın. İnsanlar öz rəylərində hürriyyət sahibidirlər. Və hər kəs əqidəsində hürriyyət, yəni azadlıq tələb eləyir. Və hər kəs öz sözündə azaddır. Və deyir ki, bu deyir batilin ta ki özüdür. Hansı ki, Allah Taala bundan mən edərək buyurur ki, Allahın dinindən hamılıqla yapışın və təfriqəçilik salmayın. فَيَجِبُ أَنْ نَجْتَمِعَ فِي عَرْضِ اِخْتِلَافِنَا عَلَى كِتَابِ اللّٰهِ حَتَّى فِي مَسَائِلِ الْفِقْهِ.
Və deyir ki, bizim üzərimizə vacib olan odur ki, hər bir məsələdə onu Allahın kitabına qaytaraq, hətta fikhi məsələlər olsa belə, İdə ixtələfnə fi şeyin nu'riduhu aləl ədilləti fəmən şəhidə ləhu əd-dəlil sırnə mə'hu və mən əxtəəd-dəlil fə innəhu lə nəxudu bil-xata. Və deyir ki, biz deyir, əslində hər şeyi kitaba qaytarmalıyıq və əgər deyir, bir kəs bir rəy deyirsə və deyir, Allahın kitabı onun o rəyinə şahidlik verirsə və deyir, biz o kəslə bərabərik. Və deyir, bir kəs ki, bir söz deyirsə və Allahın kitabı onun əleyhinə şahidlik edirsə, biz deyir, o kəslə bərabər deyilik. Yəni, müəllif demək istəyir ki, yenə də nədir? Meyyar Qur'an-ı Kərimdir. Sonra buyurur ki, İnna Allaha Celle ve Ala lem yetrukna nehtelifu ve neteferraku bidune en yed'a lena mizanen beyne's sahihi minel hata bel veda'a lena el-Qur'ana ve's-sünne. Və deyir ki, Allah Teala bizi boşu-boşuna tərk etməmişdir. Allah Teala bizi boşu-boşuna tərk etməmişdir ki, hər hansı bir məsələdə ixtilafa düşdükdə çıxış yolu tapmayaq. Və deyir ki, əslində Allah Teala bizim üçün elə bir mizan qoymuşdur ki, o ixtilafları o mizanla həll edək. O da deyir Allahın kitabı və Muhammed sallallahu aleyhi və səlləmin sünnəsidir ki, bu barədə uca Allah buyurur ki, fəruddu ilallah. Deyir ki, onu Allaha qaytarın. Yəni Qurana və həmçinin buyurur ki, var Rasul və deyir ki, onu eləcə Rasula qaytarın. Yəni sünnəyə, yəni Quran dedikdə, Allaha dedikdə, Qurana, Rasulullaha dedikdə isə nəyə? Sünnəyə. Və Rasul sallallahu aleyhi və səlləmə yəqul, İnni tərikun fikum mə in təməssəktum bihi lən tadillu bə'di kitaballahi və sünnəti. Və Rasul sallallahu aleyhi və səlləm Hakim və Tabaraninin Əbu Hüreyrədən rəvayət etdiyi hədisdə, hansı ki Şeyx Albani bu hədisi səhihləşdirmişdir. Deyir ki, sizin üçün iki şey tərk edirəm ki, əgər ondan yapışıb sarılsanız, ixtilafa düşməzsiniz. O da deyir, Allahın kitabı və mənim sünnətimdir. فَكَأَنَّ الرَّسُولَ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ مَوْجُودٌ بَيْنَنَا بِوُجُودِ السُنَّةِ مُدَوَّنَةً وَمُصَحَّحَةً وَمُوَضَّحَةً وَهَذَا مِنْ فَضْلِ اللّٰهِ سُبْحَانَهُ وَتَعَالَى عَلَى هَذِهِ الْأُمَّةِ. Və deyir ki, Allah Taala'nın bu ümmətə olan fəzilətlərindən və neymətlərindəndir ki, sanki Rasul sallallahu aleyhi və səlləm bizim aramızdadır. Nə ilə? Onun yazılmış, yəni kitablara köçürülmüş, açıqlanmış, yəni alimlər tərəfindən izah olunmuş və eləcə də səhihləşdirilmiş sözləri ilə. Yəni əlimizdə olan möhtəbər hədislərlə və möhtəbər o hədislərin şərhi ilə, alimlərin onlara olan fəhmi ilə sanki Rasul sallallahu aleyhi və səlləm nədir? Bizim aramızda mövcuddur. Və bu da doğrudan da bu ümmətə olan bir Allah tərəfindən olan bir ikramdır ki, Allah Teala bu şeyi bizə ikram etmişdir. Bu nə bizdən başqa heç bir dinlərdə yoxdur və hətta müsəlman toplumları ki, az ki özlərini İslama nisbət edirlər, hətta bir çox firqələr içində də bunu tapa bilməzsiniz. Hansı ki, bəzi firqələr var ki, baxsanız ümumiyyətlə onlar sənəd nədir bilmirlər. Onlar sənəd nədir bilmirlər, ancaq əhl-i sünnədə sənəd dindir. Əhl-i sünnədə nədir? Sənəd dindir. Amma başqa dinlərdə, hətta bəzi firqələrdə nə deyir? Sənəd deyə tapa bilmirsən. Sözlərinə, rəylərinə baxırsan, biraz getdikdən sonra qırılır və yaxud da uydurma, quraşdırılma şeylər, hətta bəzilərində sənədin içində nədir? Hətta heyvanlar belə tapa bilərsin. Bu da gülməli və təəccüblü gəlməsin. Bu da onların kitablarında vardır və mövcuddur, hansı ki, heç kəsə gizli deyildir. Amma əhl-i sünnədə isə necədir? O sənəddə, hətta insanın dinində hər hansı bir naqislik və yaxud yaddaşında hər hansı bir dəqiqlik yoxdursa, nədir? Onun hədisi səhihlik dərəcəsinə, ya həsən dərəcəsinə, ya da ümumiyyətlə zəif dərəcəsinə enir ki, hansı ki, qəbul olunmur. Və sonra buyurur ki, bu şeylərdən ümumiyyətlə uzaq olmaq lazımdır ki, rəylərə tabi olmaq, haqqı tərk edərək və bəziləri ilə ki, ümumiyyətlə bu da haqqı istəyir, baxmayaraq, haqqa isabət etməyib, bunu götürək və deyir ki, bu düzgün bir şey deyildir. Və sonra buyurur ki, müəllif, Nəctəmi'u fīmə ittəfaqnə aleyhi və ya'duru ba'duna ba'da fīmə ixtələfnə fīhi hədə lə şəkkə ənəhu kələmun batil.
və deyir ki, bu batil əhlindən görürsən, bəzən belə şeylərdə görürük ki, belə bir onlarda qayda var mənhəclərində. Deyirlər ki, o şeylər barədə ittifaq etmişiksə, o şeylər üzərində birləşək və o şeylər barədə ixtilaf etmişiksə, bundan dolayı biri-birimizi qınamayaq. Və bu da bugünkü devirdə İxvan Müslim kimi tanınan mənhəc sahiblərinin əsas şüarlarından biridir və onların əsas şüarlarından biridir. Onlar deyirlər ki, hansı bir şeydə ittifaq olunubsa, o şeydə birləşək. Hansı bir şeydə ixtilaf olunubsa, o şey barədə biri-birimizi qınamayaq. O şeylər barədə biri-birimizi qınamayaq və bu da çox batil bir şeydir. Və bu Rasul sallallahu aleyhi və səlləmin minhəcinə zid bir şeydir. Necə Rasul sallallahu aleyhi və səlləm səhih hədislərin birində nə buyurur? Deyir ki, sizdən əvvəlkilərin həlak olmasına səbəblərdən də biri odur ki, onlar biri-birinə yaxşılığı əmr etməzdir və biri-birində hər hansı bir pisliği gördükdə neynədilər? Ondan çəkindirməzdilər. Və bu da necə ola bilər ki, ixtilaflı məsələlərdə tərk edə biri-birimizi qınamayaq. Əslində haqqı axtarmalıyıq və haqqa dəvət etməliyik. فالواجب أن نجتمع على كتاب الله وسنة رسوله وما اختلفنا فيه نرده إلى كتاب الله وسنة رسوله صلى الله عليه وسلم. Əksinədir ki, bizə vacib olan odur ki, Quran və sünnə üzərində birləşək və o şeylərdə ki, ixtilaf etmişik, neynəyək o şeyi Quran və sünnəyə qaytaraq və beləcə çıxış yolu tapaq. Ta yoxsa deməyək ki, neynəyək, buraxaq geçsin, heç nə olmaz, tərk eləyək və s. Bu əhl-i sünnənin mənhəcindən deyildir. وَمَا وَافَقَ الْخَطَى نَرْجُعَ عَنْهُ Və deyir ki, o şey ki, xatadır, bildik ki, xatadır, ondan qaydırıq. هَذَا هُوَ الْوَاجِبُ عَلَيْنَا Məsədir ki, üzərimizə vacib olan da budur. فَلَا تَبْقَى الْأُمَّةُ مُخْتَلِفَةً وَرُبَّمَا يَذْكُرُ الَّذِينَ يَدْعُونَ إِلَى الْبَقَاءِ عَلَى الْاِخْتِلَافِ Hadis İxtilafu ümmeti rahmə və hədəl hadis yurva və ləkinnəhu leysə sahihən. Və deyir ki, bəziləri bu şeyə dəvət edənlər dəlil olaraq bu hədisi gətirirlər ki, ümmətimin ixtilafı rəhmətdir. Ümmətimin ixtilafı rəhmətdir. Bəlkə sizlər də çoxlarınız bunu eşitmişsiniz. Və müəllif deyir ki, bu deyir, hədis səhih deyil. Ancaq Şeyx Albani rahiməhullah isə bu hədis barədə ümumiyyətlə deyir ki, onu Cəmi-ül Daif adlı əsərində zikr edərək deyir ki, ümumiyyətlə bu hədis nəinki zəif deyil, bu hədis uydurmadır. Və sonra buyurur ki, Əl-xilafu leysə rəhmə, əl-ixtilafu azab. Qalə Teala, və la təkunu kəllezine təfarraku və ixtələfu min ba'di mə cəəhumul bəyinət. Və deyir ki, ixtilaf rəhmət deyildir. Əksinə o əzabdır. Nedir ki, Uca Allah buyurur ki, o kəslər kimi olmayın ki, onlara haqq bəlli olduqdan sonra, haqq gəldikdən sonra dinlərində parçalanmaya düşüb, ixtilaf yaratdılar. Fəl-ixtilafu yüşədditul qulubə və yufarriqul ümmə. Və buyurur ki, ixtilaf qəlbləri parçalayır və ümməti dağıdır. وَلَا يُمْكِنُ لِلنَّاسِ إِذَا صَارُوا مُخْتَلِفِينَ أَنْ يَتَنَاصَرُوا Və deyir ki, bu da mümkün deyil ki, bir ümmət ki, parçalanmaya düşdü, onlar biri-biri ilə kömək etsinlər. وَيَتَعَاوَنُوا əbədən Və deyir ki, heç vaxtda mümkünsüzdür ki, onlar biri-biri ilə yardımlaşsınlar. بَلْ يَكُونُ بَيْنَهُمْ عَدَاوَةً وَعَصَبِيَّةً لِفِرَقِهِمْ وَأَحْزَابِهِمْ وَلَا يَتَعَاوَنُونَ əbədən Və deyir ki, əksinədir, onlar neynirlər? Öz məzhəblərinin təsibini çəkirlər, öz firqələrinin təsibini çəkirlər və beləcə düşmənə çevirirlər. Və deyir ki, mümkün də deyil ki, belə bir halda onlar biri-birinə kömək edib, biri-biri ilə yardımlaşsınlar. Bəli, qardaşlar, doğrudan da mümkün deyil ki, o ümmətin arasında təfriqəçilik düşsə, təsibkeşlik olsa hərə öz məzhəbinə, hərə öz rəyinə və mümkün deyil ki, onlar biri-birinə yardımlaşsın. Çünki bu təsibkeşliyi gətirib onları düşmənçiliyə çıxardacaq. Çünki bu təsibkeşliyi gətirib onları düşmənçiliyə çıxardacaq. Məhz Allah və onun Rasulü sallallahu aleyhi və səlləm də insanları təfriqəçilikdən çəkindirib, onları bir olmağa çağıranda da məqsəd məhz bu şeyin qarşısını almaqdır. Çünki həqiqətən də Allah Teala'dır bu insanları yaradan və onları nə islah edir onu bilir və onları nə ifsad edir onu da bilir. Məhz ona görə onları islah edən şeylərə əmr etmiş və onları ifsad edən şeylərdən isə neynəmişdir? Çəkindirmişdir. İnnəmə yətəavanunə idə ictəməu və ətəsəmu bihablillahi cəmiə
Və buyurur ki, yalnız və yalnız o zaman yardımlaşıb, bir-birinə kömək etmiş olarlar ki, o zaman Allahın ipindən, yəni dinindən hamılıqla yapışmış olsalar. Və hədə huvəl-ləzi avsa bihi ən-nəbiyyü sallallahu aleyhi və səlləmə fəqal, İnnəllaha yarda ləkum sələsə. Və deyir ki, məhz bundan dolayı da Rasul sallallahu aleyhi və səlləm bunu öz ümmətinə tövsiyə edərək belə buyurmuşdur ki, Allah sizdən 3 şeydən ötürü razı qalır. Allah sizdən 3 şeydən ötürü razı qalır. Ən tə'budu və lə tuşriku bihi şeyə. Və deyir ki, ona ibadət edib və ona heç bir şeyi şərik qoşmayasınız. Və ən tə'təsimi bihablillahi cəmiə və lə təfarraqu. Və deyir ki, Allahın dinindən hamılıqla yapışıb və təfriqəçiliyə düşməyəsiniz. Və ən tunasihu min vulahillahi mən vallahullahu əmrakum. Və deyir ki, üçüncü də odur ki, deyir, Allahın sizin üzərinizə vali qoyduğu kəslərə nəsihət verəsiniz. Yəni, onlara qarşı səmimi olasınız və onlara qarşı asi çıxməsiniz. Baxın, bu 3 əsasa, qardaşlar, hansı ki, Allah ondan razı qalır. Yenə xatırladır, birincisi, tövhid tək Allaha ibadət edərək, ona heç bir şey şərik qoşmamaq. İkincisi, Allahın dinində bir olub, parçalanmamaq. Yenə baxın, hədisdə nə deyir? Tərtibə. Çünki müəllifin də mənhəci məhz Quran və sünnə olduğundan dolayı nə eləmişdir? Sünnəyə uyğun öz əsərləri tətbiq etmişdir. Məhz burada da Rasul sallallahu aleyhi və səlləm tövhiddən sonra bir olub parçalanmamağı gətirmişdir. Və sonra buyurdu ki, Allahın sizin üzərinizə vali göndərdiyi insanlara tabi olmağı, yəni onlara qarşı səmimi olmağı. Və müəllif buyurur ki, həqiqətən bu 3 şeydən Allah Taala razı qalırdı. Və bəli, qardaşlar, baxmayaraq mövzumuz bu deyil. Yəni, bunu da deyim ki, bu da ixtilaflara səbəb olan şeylərdir. Hakimlərə, rəhbərlərə qarşı müxalif olmama. Çünki həqiqətən də onları göndərən kimdir? Allah Taala. Əgər bir kəs ki, gözəl bir şəkildə onlara nəsiyyət verə bilərsə, onlara öyüd verə bilərsə və bu öyüd, bu nəsiyyəti də sonra başqalarına yaymazsa, bunu gizlində edərsə, bu nə gözəl. Yox, əgər bunun iqtidarında deyilsə, onun üzərinə, yəni hər bir müsəlmanın üzərinə nədir düşən? Onların dalınca, rəhbərlərin dalınca danışmamaq, onları pis zikr etməmək, insanlara onlara qarşı çıxmağa, çağırmamaq, əksinə nədir? Onlara xoş dua etmək. Əslində necə ki, az öncə qardaş zikr edirdi, deyir ki, əhl-i sünnənin mənhəcindəndir ki, əksinə mənhəcinin əsaslarındandır ki, rəhbərlərə qarşı çıxmamaq, hətta zalim olsalar belə. Necə ki, İbn Teymiyyə və Bərbahari və başqalarından gəlmişdir ki, əgər bir kəs görsən ki, rəhbərlərə qarşı pis danışırlar və bil ki, o əhl-i sünnədən deyil. Və əgər görsən ki, bir kəs rəhbərlərin xeyrinə danışır və onlara dua edir, bil ki, o kəs inşallah ki, əhl-i sünnədir. Və budur, qardaşlar, ümmətin qədim alimləri məhz bu şeylə insanları əhl-i sünnədən sayardı və bu şey tətbiq etmədikdə onlar nədir? Əhl-i sünnə mənhəcindən çıxardardılar. Və bugün də görsən ki, İxvan Müslim kimi, Xavarizlər kimi və s. bu kimi toplumlar, cəmahatlar nə edirlər? Rəhbərlərə qarşı çıxırlar. Ta qədimdə də bugün də, çünki bu onların əsas mənhəclərindəndir. Bu onların əsas mənhəclərindəndir. Hansı ki, onlar bu məsələdə mu'təzilədirlər. Və mu'təzilənin də 5 əsaslarından da biri odur. Əl-əmru bil-mə'ruf və nəhyü anil-münkər. Və onlar bu əsasa bu adı verməklə, amma əslində bu onlarda nədir? Rəhbərlərə qarşı çıxmaq. Rəhbərlərə qarşı çıxmaq və onları dəyişməyə çalışmaq. Amma əhl-i sünnə isə nədir? Əhl-i sünnə bu mövqeyin tam ziddinədir. Əslində onlar üçün, onları insanlarda xoş şeylərlə danışmaq, onlar üçün dua etmək və əgər bacararsa, gizlin bir şəkildə onlara nəsiyyət vermək. Çünki niyə görə onlara gizlin nəsiyyət vermək? Niyə görə? Çünki əgər onlara nəsiyyət açıq-aşkar verilərsə, onlar o nəsiyyəti qəbul etdikdə deyiləcək ki, bilmirdi, sonradan öyrəndiyi, hansı ki, müsəlmanları rəhbərlik edir və yaxud da qəbul etmədikdə deyəcəklər ki, inatkardır, israrçıdır və ona görə bu 2 şeyin qabağını almaq üçün onlara gizlində nəsiyyət etmək lazımdır. Və o zaman ki, İrad tutulduqda ki, nədən dolayı nəsiyyət etmirsən, İbn Abbas nə dedi? Dedi, məyər mən nəsiyyət etdikdə gəlib sizə deməliyəmmi ki, nəsiyyət etdim? Və məhz bu da nədir? Əhl-i sünnənin əsas mənhəclərindən biridir. İxlasla.com saytı tərəfindən təqdim olundu.